Azərbaycan daha bir birliyə qoşuldu. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə ölkəmiz Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinin tam hüquqlu üzvlüyünə qəbul edildi. Bəs bu təşkilata qoşulmaq ölkəmizə, regiona necə təsir edəcək? Zəngəzur dəhlizinin açılmasına real təkan olacaqmı? Növbəti sujetimizdə bu suala cavab tapmağa çalışmışıq. Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması təkcə siyasi jest deyil, həm də regional kommunikasiyaların taleyini dəyişən strateji addımdır. Bu platforma Bakı üçün yeni tərəfdaşlıqlar olmaqla yanaşı, həm də Zəngəzur və Orta Dəhliz kimi layihələrin sürətlənməsi deməkdir. Bir sözlə, Azərbaycanın bu formatda iştirakı həm yolları birləşdirir, həm də maraqları yaxınlaşdırır. Regionu isə daha vacib bölgəyə çevirir. Məhz Azərbaycanın bu birliyə qoşulması bizim iqtisadi əlaqələrin daha güclənməsi və Azərbaycanın bu sahədə körpü rolunun oynamasının göstəricisi kimi və bunun gələcəkdə bunun rolunun artacağının göstəricisidir. Zəngəzur dəhlizi açılanda həm Qafqaz üçün, həm də Avropa Birliyi ilə Asiyanın tranzit yolunun daşıyıcılıq qabiliyyətinin artmasına və bundan başqa bu yüklərin Azərbaycan keçməklə Azərbaycanın iqtisadi gücünün artmasına böyük kömək edəcək. Bugün Azərbaycanın atdığı addım təkcə regional əməkdaşlıq deyil, həm də gələcək yolların xəritəsidir. Zəngəzur və Orta Dəhlizin açılması isə ölkəmizi təkcə coğrafi deyil, həm də strateji mərkəzə çevirir. Necə deyərlər, yol açıldıqca imkanlar da açılır. Bətörə Nəbiyeva, Nadir Cəlilov, Space.